Heydər Əliyev prospektinə cəmi 100-150 metrlik məsafədə, hündür quru bir ərazidə tam mülkiyyət Qubçalı, kürsülü, belə deyək də, paşti 2 mərtəbəyə bərabər bir ev təqdim edəcəm sizlərə. Görürsünüz yerdən nə qədər hündürdədir. Yəni birinci mərtəbəsini tam olaraq yaşayışa çevirə bilərsiniz. Təmirsizdir, amma təmir edib rahatlıqla yaşayışa çevirə bilərsiniz. Çünki qupquru bir ərazidə yerləşir evimiz. Burada da belə bir var. Yer həyətdir, rahatlıqla avtomobil daxil olur, üstü qapalı şəkildə. Tam mülkiyyət Qubça. Qeyd etdiyim torpağın və evin Qubçası var və yerləşdiyi yerdə ön cərgədədir, dəyərli izləyicilər. Baxın, birbaşa yolun üzərində yerləşir və prospektdə də çox yaxın bir ərazidədir. Yerdən də kifayət qədər hündür. Kırdalan şəhərində Ağpark yaşayış kompleksinə yaxın, prospekt yola yaxın, belə bir gözəl 3 otaqlı, tam mülkiyyət Qubçalı həyət evi təqdim edəcəm sizlərə. Belə bir həyət hissəsi var. İndi isə keçəcəyik evin daxilinə. Daxil olduq, belə bir dəhlizimiz var, geniş ölçüdə. Köhnə tikilidir, yəni uzun illər əvvəl tikilmiş bir evdir. Geniş otaqları var. Daxilinin təmirə ehtiyacı var. Yəni daxilində müəyyən təmir işləri aparmaq lazımdır, amma ev olaraq çox keyfiyyətli bir evdir. Qoşa daşla tikilib. Bünövrəsi beton karkas. Əla bir evdir. Birinci yataq otağını təqdim etdim sizlərə. İrəlilədikdə burada sanuzel qovşağımızdır. Maşallah olsun, dərin ölçüdə. Evin istilik sistemi, kombi sistemidir. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Daha bir yataq otağımız buradadır və pəncərələrin qarşısı tam olaraq açıqdır, gördüyümüz kimi. Burada isə qonaq otağımızdır. Baxın, belə bir geniş ölçüdə. Onu da qeyd edim ki, qonaq otağının altı birbaşa qarajdır. Yəni, avtomobil rahatlıqla salmaq mümkündür. Yolun üzərindən birbaşa avtomobili qaraja da sala bilirsiniz. İstilik sistemi, kombi sistemidir. Kombisi, radiatoru, hər bir şey var. Bu şəkildə də qonaq otağımızdır və son olaraq sizlərə təqdim edəcəm evimizin mətbəx hissəsini. Burada mətbəximiz var. Sizə təqdim edirəm mətbəximizi. Belə geniş mətbəxi var, yəni çox geniş ölçüdədir. Ev çox geniş evdir. Qeyd etdiyim kimi, müəyyən qədər təmirə ehtiyacı var daxilində. Xarici görünüşü çox yaxşıdır. Birbaşa yolun kənarında yerləşir. Sənədi də paket Qubçadır. Ətraflı məlumat üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Və burada bir daha mətbəximizə baxırıq. Mətbəxin də pəncərəsi birbaşa həyətə baxır və qoşa daşla tikilmiş bir evdir. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.